Salam uşaqlar. Güvənin bugünkü 6 aprel tarixində onun siniflər üçün həyata keçirdiyi blok sınağının izah videosu üçün hər birinizi xoş gördük. Çalışacağım ki, qısa şəkildə cavabları deyim. Siz də rahat şəkildə yoxlaya biləsiniz. Və vaxt uzatmadan suallarımızın izahına keçid edə bilərik. İlk sualımız 61-ci sual. Böyük Karl'dan fərqli olaraq birinci Otto üçün səciyyəvi olan xüsusiyyət. Cavabımız burada D variantı olacaq. Yeni dövlətin yaradılması. Birinci Otto 962-ci ildə müqəddəs Roma imperiyasının əsasını qoymuşdu. İtaliyanın şimalı hər ikisindədir. Poitiers heç birindədir. İmperator hər ikisindədir. Verden də heç birindədir. 62-ci sual Mezolit dövründə ibtidai cəmiyyətin həyatına baş verən yeniliklərdəndir. Bu, məncə hamının əzbər bildiyi bir xüsusiyyətdir. Burada cavab C variantı olacaq. Yəni, ox və kamanın ixtira olunması. İbadət evləri və sənətkarlıq tunc dövrü üçün oxşar xüsusiyyət, quru çaysan, axirət dünyasına inam isə paleolit dövrü üçün oxşar xüsusiyyətdir. Əgər başlanması deyirsə, burada biz orta paleolitə aid edəcəyik D variantındakı xüsusiyyəti. Növbəti sual 63-cü sual. Klasteri tamamlayacaq Hülaci xanla əlaqədar mərkəzləşmiş dövlətin əsasını qoyub. İkincisi, yerli feodalları sıxışdırıb, ona görə bir cavablarımız içərisində gətirəcəyik. İkinci yürüyüşə başlayıq, eləyəsə Çormağın Noyonda deyə ikinci çıxacaq. Cavabımız avtomatik qalacaq. B variantı. Abbasillər 1258-də süquta uğradıb. Qızıl Ordu ilə mübarizə də Hülaci xana aiddir. Hətta ilk, belə deyək, mübarizə eləməz Hülaci xan dövrünə təsadüf eləyir. Ona görə B variantı olur cavab. Növbəti sual 64-cü sual. Perikl və Qay Qraksın islahatlarının nəticəsində yoxsullara taxıl yardımı edilmişdir. Burada cavabımız elə A variantı olacaq. 65-ci sualda 96-cı il Naxçıvan döyüşündə Rüstəm Mirzəni məğlub edən Gödək Əhməd bunun deməli islahatları yazılıb burada və bu islahatların gətirib nəyə çıxartdığını soruşur bizdə. Təbii ki, bu islahatlar hərbi köçmə əyanların narazılığına səbəb olacaq və Gödək Əhmədə qarşı üsyanla nəticələnəcək və onu hakimiyyətdən devirəcəklər. Ona görə cavabımız olacaq E variantı. 66-cı sualda iki dövlət arasında manevr etməklə müstəqilliyini qorumağa çalışan hökmdarları müəyyən edin. Burada cavabımız olacaq C variantı. Artabast məhz Parfiya ilə Roma arasında, Cavanşir məsələn Bizansla Ərəb arasında deyə bilərik. Birinci İbrahim isə Qızıl Ordu ilə Teymurlar arasındakı manevrların biz göstərə bilərik. A variantında Aza uyğun gəlmir məsələn. B variantında Orosi deyə bilmərik. D variantında Afridunu deyə bilmərik. E variantında isə ümumiyyətlə Əbülhicab Babək də bunlara aid deyil. 67-ci sual. Urartu dövlətinin Mannada yürütdüyü xarici siyasət üçün xarakterik olan xüsusiyyət nə olacaq? Təbii ki, vilayət hakimlərinin Manna hökmdarı əleyhinə qaldırılması olacaq. Yəni D variantı. İskitlər 7-ci əsrə təsadüf edir, yəni Urartu deməli bu Aşşeninin dövrünə təsadüf edir. Aşşenin hakimiyyətdən salınması dediyimiz kimi bu aid deyil. Aza deyə bilərik hakimiyyətdən salınıb. Manna torpaqları 2-ci Sarqonun hücumlarından müdafiə olunması yox, əksinə 2-ci Sarqon bizi müdafiə edirdi. Şu anda hal və Durduqqa şəhərlərində baş vermiş üsyanların yatırılması da məhz də bu da 2-ci Sarqona aid olan xüsusiyyətdir, yəni Aşşurlara aid olan xüsusiyyətdir. Ona görə cavabımız D variantı oldu. 68-də Sasani Şahı 1-ci Xosrov və Elxani Qazanxan torpaq islahatı deyirsə, burada diqqətli olmaq lazımdır. Cavab olacaq sahib torpaqların hərbiçilərə paylanması. B variantı. Bir yerdən başqa yerə köçmək Qazanxana aiddir. Əkilməyən torpaqlardan xəracın dayandırılması bu heç birinə aiddir. Bu xəlifə əlini keçirdiyi islahatdır. Vergi deyirsə ümumiyyətlə bu bizim torpaq islahatımıza aid deyil. Lap olsa belə bu təkcə Qazanxana aiddir. Xostak adlanan şəhər torpaqları isə Xosrova aiddir, Qazanxana aid deyil. 69-cu sualda xəritədə paytaxtlar rəqəmlərlə işarələnmiş dövlətlərə aid uyğunluq. Birinci olacaq Təbriz, ikinci olacaq Naxçıvan, üçüncü olacaq Şamaxı şəhəri. Biz avtomatik bildik ki, Şamaxı Şirvanşahlardır. Naxçıvan deyirsə Eldənizlərdir, Təbriz də deyirsə artıq xüsusiyyətlərə baxacağıq, çünki Təbriz bir neçə dövlətin paytaxtı olub. Herat müqaviləsini imzalayıb Qaraqoyunlular. Qaraqoyunluların paytaxtı təbii ki, deməli, bir, yəni Təbriz olacaq. Birə A olan cavabları biz gətirəcəyik.
Gürcü Çarı 4-cü Davidin hücumuna məruz qalması. Burada söhbət Şirvanşahlar arasından gedir. 1121 məsələn yürüşünü götürə bilərik. Deməli 3-ə B olmalıdır cavablar içərisində. Şəmsəddin Eldəniz tərəfindən yeni dövlət deyirsə bu Naxçıvan şəhəridir. 2-yə C olmalıdır. Və Teymurilərin Azərbaycan torpaqlarında hakimiyyətin son qoyulması isə bu Qaraqoyunluya aid olsa da biz bunu doğru cavablar içərisində götürməyəcəyik. Çünki eğer paytaxtlara göstərirsə biz, bu dediğimiz E variantındakı hadisə 1408-ci ilə aiddir. Onda hələ Qaraqoyunlu dövləti deyildi. Ona görə 1-ə yeni çıxan kimi avtomatik cavabımız qaldı A variantı. 1-ə A, 2-yə C, 3-ə B, D. Çıxımda verilmiş Pyotr islahatların aid olduğu sahəni müəyyən edin. Rekrut deyirsə və metallurgiya, manufakturalar tikilməsi deyirsə, biz avtomatik bizim ağlımıza gələn olacaq hərbi islahat, yəni C variantı. 71-ci sualda 11-ci əsrin 40-cı illərində Şəddadilərin tarixi üçün səciyyəvidir. Buğa deyirsə 80-cı illərdir. Slavyanlar 11-ci əsrin 30-cu illəridir. Dəbil deyirsə 10-cu əsrdir. Əbləsvar Şavrun Səlcuq dövlətlə müqavilə 2-ci ləşkəriyə aiddir. Səlcuqlarla birlikdə Bizans qoşunlarının məğlubiyyətə uğradılması, bəli, 1048-ci il, yəni cavabımız E variantı olacaq. 72-ci sualda səbəb-nəticə əlaqəsinin doğru verildiyi bənd. Oğuz və Peçeniklərin Səlcuqların tərəfinə keçməsi Dəndənəkan yox, Malazgirt döyüşüdür. Jaklar üsyanı Parisdə protestantlara qarşı kütləvi qətliam. Bunlar arasında təxminən 200 il fərq var. Bu da doğru deyil. Jaklar 1358, 40-cı isə 1572-ci ilə təsadüf edir. Fernando Magellan'ın ilk dünya səyahəti Hindistana dəniz yolunu kəşfi. Burada da uyğunsuzluq var. Hindistana dəniz yolu 1498-dir. İlk dünya səyahəti 1519-22-dir. Katolik kilsəsinin Wormsda toplantı keçirməsi, xaslı yürüşlərin başlanması isə Clermont'a aiddir. Worms'a aid deyil. Aralarında bunların da təxminən 500 il fərq var. Cavabımız oldu E variantı. Qızıl Ordu dövlətinin parçalanması ilə Qazan Həştərxan xanlıqları yaranmışdır. Noğay ordusu zadı və s. 73-cü sualda göstərilənlərin aid olduğu dövləti müəyyən edin. Müqəddəs Roma İmperiyasının tərkibinə daxil olmuşdu. 19-cu yüzilliyə qədər siyasi dağınıqlığı hökm sürən bir İtaliyadır, bir də Almaniyadır. Burada İtaliya olmadığına görə cavabımız olacaq Almaniya, yəni B variantı. 74-cü sualda Albaniyaya qayıtdıqdan sonra Cavanşirin həyata keçirdiyi ilk tədbir Sasanilərə qarşı mübarizədir. Özü də uğurlu mübarizədir. Bəli, burada cavabımız D variantı olacaq. Yəni ilk tədbir soruşursa bu müaviyyən götürə bilmərik. Ağuyen ümumiyyətlə Cavanşirə aiddir. Xəzər Xaqanla qohumluq əlaqəsi o da var, amma ilk tədbiri deyil. Kadisiya döyüşündə isə ərəblərə qarşı vuruşması əksinə ərəblərlə birlikdə, daha doğrusu Sasanilərlə birlikdə ərəblərə qarşı vuruşub, amma bu Albaniyaya qayıtmamışdan əvvəlki hadisədir. 75-ci sualda Xubilayın paytaxtı Qaraqoyundan Pekinə köçürməsi, ulusların böyük xanlı əlaqələrin zəifləməsi nəticəsində Monqol imperiyası zəifləyəcək və müstəqil dövlətlərə parçalanacaq. Yəni cavabımız olacaq, bəli, C variantı. 76-cı sualda Qızıl Arslanın Şirvana hücum etməkdəki məqsədi olacaq ki, Şirvan müstəqilliyə meyil göstərirdi və o əraziyə hücum etməklə onların bu meyillərinin qarşısını almaq və yenidən Şirvanı öz tabesiliyi altına salmaq idi Eldənizlərin. Ona görə də cavabımız E variantı olacaq. Dərbənd aid deyil. Şirvanda Məziyyədlər sülaləsinin hökmranlığına son qoymaq. Bu son qoymaq fikri yanlışdır. Məziyyədlər isə tamamilə yanlışdır. Həmin dövrdə Kəsranilər idi hakimiyyətdə. İllik Bacı deməkdə internetinə görə 3-cü Mənüçöhür deməli Qızıl Arslandan əvvəl olub hakimiyyətdə və elə bir söhbət də olmayıb. Bu Səlcuqlarla bağlı bir məsələdir. Slavyanlara qarşı mübarizədə Şirvan şahına kömək etmək isə tamamilə yanlışdır. 77-ci sualda Urmiya xanlığı, Təbriz və İrəvan xanlığına aid olan Venn diaqramını biz tamamlayacağıq. Baxın uşaqlar, biz Urmiya, Təbriz və İrəvan xanlığını görən kimi oxşar xüsusiyyətə ağlımıza gələ biləcək birinci xüsusiyyət Əfşar tayfası tərəfindən yaradılma olmalıdır. İdarə olunma olmalıdır. Aydındır mı? Və biz baxırıq ki, əgər cavablarda Əfşar tayfası varsa, onu 4-ə gətirməliyik. Baxıram cavablara C variantı bəli var. Deməli biz 4-ə C-ni gətirib cavablara da çıxdaş edərək işimizi asanlaşdırmalıyıq. Qaldı 2 variantımız. Çuxursət bəylər bəyliyi ərazisində meydana gəlməsi deyirsə, bu İrəvana aid olan xüsusiyyətdir. Deməli 3-ə də A-nı tapdıqdan sonra cavabımız ilə qaldı A variantı. Digər xüsusiyyətlərə də baxaq istəyirsiniz. Hacı Çələbi xanın
hücumdan məruz qalması. Burada təbii ki, Təbrizdən söhbət gedir və Qaraçəmən döyüşünə iştirak etməsi isə Urmiya xanlığından söhbət gedir 1761-ci ildə. 78-ci sual. Burjuaziya adlanır. Deməli, muzlu əmək istifadə etməklə qazanc əldə edən hakim sinif. Bəli, bu kapitalizmə aid olan bir sinifdir. Cavabımız D variantı olacaq. Qəsrinçinin sülhü imzalanmasından sonra Nadirin özünü şah etməsindən əvvəl. Yəni bizə nə lazımdır? 1639 1736-cı illərə baxacağıq. İsfahan deməli 1700, daha doğrusu paytaxt deyirsə 1598-ci ildir. Bu bizim cavablarımız içərisində ola bilməz. Pyotr Nazırdan yürüş etməsi 1722-yə təsadüf edir. 22-23. Elə cavabımız B variantı olacaq. Azərbaycanda ilk müstəqil xanlıq 43-cü ildir. Bu 36-dan sonraki hadisədir. Sami Mirzə Hüseynin 43-dür. 36-dan sonraki hadisədir. Hürmüzün Portuqallılardan azad edilməsi 1622-ci ildir. Bu da 39-dan əvvəlki hadisədir. 80-ci sual. Uyğunluq gözlənilmişdir. İspaniyadan qovulan Yahudilər sığınacaq verən ikinci Bəyazitdir. Doğrudur. Deməli, bir bizim cavablar içərisində mütləq olmalıdır. Şimal müharibəsi qələbəsi nəticələdi İsveçin. Bu da yanlışdır. Cavab qaldı avtomatik E variantı. 1-4. 81-ci sual. Xəritdə işarələnmiş xanlıqlara aid oxşar xüsusiyyətlər. Deməli, burada biz işarələnən xanlıq Qarabağdır. Bu isə Şəki xanlığıdır. Baxırıq biz. Quba xanlıqla mübarizə Qarabağda da var, Şəkidə də var. Doğru fikirdir. Qazax Borsalı Şəmşəddinin Gürcülərin tabelindən xilas edilməsi bu təkcə Şəkiyə aid olan xüsusiyyətdir. Fətəli Xanafşardan asılığın qəbul edilməsi isə bəli, həm Qarabağ, həm də Şəki asılığı qəbul edib. Deməli, biri gətirsək, ikini çıxsaq, cavabımız qaldı B variantı. Şamax xanlığının bölüşdürülməsində isə Qarabağ iştirak eləməyib, Şəki ilə Quba arasında bölüşdürülüb. Belə, cavabımız oldu 1-3. 82. Göstərilənlər aiddir. Hülaki dövlətində baş vəzir olub. Camiyyət təvarixi görən kimi biz avtomatik Fəzlullah Rəşidəddini qeyd eləməliyik biz burada. Cavab olacaq C variantı. 83. İngiltərədə Stuartlar sülaləsinin birinci dövrü deyirsə, biz 1603 və 49-cu illər aralığına baxacağıq. Uzun müddətli parlament fəaliyyət göstərib. Anglikan 16-cı əsrdir. Şimali Amerikada ilk İngilis koloniyası 1607-ci il Stuartların dövründə düşür, birinci dövründə. Deməli, cavabımız olacaq 1-3. Oliver Cromwell isə bu 1653-cü il adılan hadisədir. 84. Baharlı, Bayandurlu və Səfəvlərin fəaliyyəti üçün ümumi cəhətlər. Teymurlərə qarşı mübarizə aparılması doğrudur. Hər üçünə aid xüsusiyyətdir. Baharlara məsələn biz Alaşkert döyüşünü deyə bilərik. Bayandurlulara 1468-69-cu il deyə bilərik. Həsən Padişahın ilk döyüşüdür demək olar ki. Səfəvlər deyilənməz Bayandurluların Teymurlarla mübarizəsində Bayandurlulara kömək eləmişdir, müttəfiq olmuşdur. Ona görə mübarizə doğru fikirdir. Avropa dövlətlərinin odlu silah deyirsə bu Baharlıya aid deyil. Cəlairi qoşunlarının məğlubiyyətə uğradılması deyirsə bu Səfəvi və Bayandurlulara aid deyil. Osmanlılarla dostluq münasibətləri saxlanması doğrudur. Qaraqoyunlular, yəni Baharlılar ta yarandığı gündən süquta qədər dost olublar. Bayandurluları məsələn Yaqub Padişah 2-ci Bəyazitlə, Səfəvlərdə də elə Yaqub 2-ci Bəyazitlə İsmayılı və Şah Abbasla 2-ci Osmanı qeyd edə bilərik. Bizim testimizin şərtini ödəyəcək. Təbriz şəhərində yeni dövlətin əsasının qoyulması da bizim cavablarımız içərisində yer alacaq. Yəni 1-4-5 olacaq. 85. Xronoloji ardıcılığı müəyyən ediniz. Edək. Birinci hadisə 1453-dür. İkinci hadisə 744-cü ilə təsadüf edir. Təbəriyə döyüşü 1187, Kürşad isə 639. Deməli bizim cavabımız olacaq 4-2-3-1. 86. Şirvanşah 1. İbrahimin Əmir Teymurla yaxınlaşmağa üstünlük verməsinin səbəbləri. Birincisi olacaq Teymuri dövlətinin Şirvan arasından daha uzaq məsafədə yerləşməsi və Teymur, daha doğrusu 1. İbrahim bununla fikirləşirdi ki, Teymur burada tutacaq. Uzaq məsafədə yerləşdiyinə görə də burada daimi olaraq möhkəmlənməyəcək. Yəni çıxıb gedəcək bir sözlə. Ona görə də cavab elə 4-də doğru olacaq. 2 və 3 isə yanlış fikirdir. 1-4. 87. Uyğunluğun müəyyəndir. Rus qoşunları Xəzər sahili vilayətləri tamamilə tərk etdi. Bu heç birinə aiddir.
Əfşarlar dövlətin əsası qoyması Muğan qurultayı üçün oxşar uyğun cəhətdir. Şirvanın yarım müstəqil xanlığı elan olunması bu 1724-cü il İstanbul sülhünə aiddir. Qubalı Fətəli xanın qoşunları məğlubiyyətə uğradığı Cavduşan döyüşüdür. Gürcü çarı tərəfindən Azərbaycan xanları əsir götürsə, bu da 1752-ci il Qızılqaya xəyanətinə aiddir. 1-ə B, 2-ə C, 3-ə D. Mətndə 100 illik müharibədən sonra İngiltərədə baş verən mübarizələri xarakterizə edir. Yəni oxuyub vaxtınızı almaq istəmirəm. Mənbədə bəhs olunan 7-ci Henrikin qələbəsinə başa çatmış müharibə bu Al və Ağqızılgül müharibəsidir. 89-cu sualda iki feodal qrupunun hakimiyyət uğrunda apardığı müharibə nəticəsində İngiltərədə Tudorlar sülaləsi hakimiyyətə gələcək. 90-da mənbəyə və tarixi biliklərinizə əsasən 7-ci Henrikin gücləndirmək üçün 2 tədbirini yazın. Birincisi, deməli 7-ci Henrik iri feodallara qarşı mübarizə aparıb və olacaq burada. Deməli bu mübarizə nəticəsində də feodalların hərbi dəstələrini ləğv edir. Qısa yazıram da burada. Hərbi dəstələri ləğv edir. İkincisi isə deməli orta təbəqənin və zadəganların dəstəyini qazanmaq üçün nə edir? Onlar üzərinə az vergi qoyur. Yəni cümlə olaraq yazsaq yazacaq ki, zadəganların və orta təbəqənin üzərinə az vergi qoyması. Bu qədər. İnşallah nəticələriniz yaxşı olar, uğurlar, hər birinizə müvəffəqiyyətlər arzulayıram.